hər yaş qrupunda rast gəlinən problemlərdən biri. Mövzuya Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təcrübəli həkim fizioterapevti Nuriyə Əlibəyli aydınlıq gətirəcək. Nəzərə alsaq ki, orqanizmimizin əsas çəkisi bel fəqərələrinə, bud, çanaq və diz oynaqlarına düşür. Buna bağlı olaraq daha çox zədələnməyə və travmaya məruz qalan bu nahiyələrdir. Diz oynaqlarının ağrısı həyat keyfiyyətini aşağı salan və hətta müalicə olunmazsa əlilliyə qədər gətirib çıxardan bir problemdir. Yaşamaq gözəldir verilişində diz ağrılarını əmələ gətirən səbəblərdən, əlamətlərindən və inteqrativ təbabətlə müalicə üsullarından danışacağıq. Peşəkarlarla sağlamlığınıza qovuşun. Bir daha hər birinizi salamlayıram. Ekran qarşısında bizi izləyən çox dəyərli ARB izləyiciləri Yaşamaq Gözəldir ikinci hissəsi ilə öz işini davam elətdirir. Və bu studiyamızın qonağı Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin peşəkar həkimi, fizioterapevt Nuriyə Əlibəylidir. Xoş gəldiniz doktor. Xoş gördük. Gününüz xeyirli olsun. Hər zamanki kimi bilirsiniz ki, ilk olaraq verilişimizdə doktorlarımızın dosyası ilə tanış oluruq. Sonra keçid alırıq mövzumuza, izləyək. Həkim fizioterapevt Nuriyə Əlibəyli Azərbaycan Tibb Universitetinin Müalicə İşi və Profilaktika fakültəsini bitirib. 2001-2002-ci illərdə 4 saylı şəhər klinik xəstəxanasında internatura keçərək həkim-terapevt ixtisasına yiyələnib. Bioloji təbabət üzrə Almaniya, Kolumbiya, Rusiya, İsveçrə və Ukrayna mütəxəssisləri tərəfindən keçirilən homeosiniatriya, biopunktura, akupunktura, mezoterapiya, segmentar metamerik biotənzimləyici terapiya üzrə seminarların iştirakçısı olub və müvafiq sertifikatlar qazanıb. İstanbulda, Ankarada fizioterapiya üzrə keçirilən tibbi kurslarda iştirak edib, bu sahə üzrə təcrübə keçib. Fəqərə arası disk yırtıqları, protruziya, osteoxondroz, onurğa eğrilikləri, yastı pəncəlik, artroz, artrit, uşaq serebral iflici xəstəliklərinin fizioterapiya vasitəsilə müalicəsində uğurlu nəticələr əldə edib. Bəli, doktorumuzun dosyası ilə tanış olduq və anonslarımızdan hər birinizə məlumdur ki, bugün diz ağrılarından danışacağıq. Mən hər zaman qeyd edirəm ki, bir çox xəstəliklər kimi bu diz ağrılarında da gəncləşmə gedir. Bunun səbəbi nədir? İndi doktorumuz, diqqətiniz bizdə olsun, sizi maraqlandıran bütün sualların cavabını tapacaqsınız. Doktor, vaxtımız azdır, vaxt qızıldır da, qiymətləndirək. Keçək mövzumuza. Diz ağrılarını ümumiyyətlə yaradan səbəb nədir? Nədən yaranır bu? Bəli, ilk başdan çox doğru buyurdunuz ki, artıq bu ağrıların da gəncləşməyin biz görürük. Düzdür, daha çox əsas yaş qrupu yaşlıları əhatə eləsə də diz ağrısı. Amma hər yaş qrupunda bu ağrı elə bir ağrıdır ki, hər yaş qrupunda rastlaşmaq olur. İstər uşaq yaşlarda, istər yeniyetmələr, gənclər, yəni orta nəsil, yaşlı nəsil arasında bu ağrılara müşahidə eləyə bilirik. Əlbəttə, bu ağrıların səbəbi müxtəlifdir. İlk başdan ümumiyyətlə bir diz nahiyəmizə, orqanizmimizin vacib, düzdür, orqanizmdə vacib olmayan bir nahiyəmiz yoxdur. Orqanizm zəncirvari bir-biri ilə bağlıdır. Amma doğrudan da vacib olan amillərdən biri bugün diz oynağımızdan danışacağıq ki, diz oynağı orqanizmimizin yükünün çəkisinin 70%-ni götürür. Yəni doğrudan da bu böyük bir rəqəmdir. Hətta çəki artıq olarsa, orqanizmə düşən çəki boya, sümük kütləmizə uyğun deyilsə, artıq çəkidirsə, siz belə təsəvvür eləyin ki, dediyimiz rəqəm 2-yə, hətta 3-ə qalxa bilər. Yəni buna görə də diz oynağı orqanizmin yükün götürdüyünə görə digər oynaqlar içərisində daha çox zədələnməyə, ağrısına məruz qalan bir nahiyədir. Düzdür, məsələn, ola bilər ki, pasiyent zamanla bilək oynağıdır, çiyin oynağıdır, topuq oynağıdır və s. oynaqlardan şikayət eləyir. Amma artıq ki, söz burada diz oynağına gəldikdə, mütləq bu ağrılar xəstəni həkimə aparır. Çünki artıq xəstənin həyat keyfiyyətini pozur. Yəni buna görə də birinci səbəb elə dediyimiz kimi burada əlbəttə artıq çəkidir ki, oynaqlarımıza düşən yük daha çoxdur.
Bundan başqa belə deyək də, Əsas səbəblər bəli, əsas hansılardır? səbəblər dedikdə daha çox qaldığımız faiz, əsas çox rastlaşdığımız səbəb artrozdur. Yəni diz oynağının bilirik ki, bir qığırdaq səthi var. Burada həmin qığırdaq səthinin yeyilməsi, degenerasiyaya uğraması, parçalanması və s. kimi qeyd eləyə bilərik. Bəzən belə deyək də, burada daha çox səbəb olsa da digər səbəblər də var. Diz oynağının iltihabi xəstəliklərdir, infeksiyon xəstəliklərdir, bəzi onkoloji xəstəliklərdir, yəni iradiasiya etdiyi, məruz qalan nahiyə bu olur. Dedik, infeksiyon xəstəliklərdir və s. kimi və diz oynağı nəzərə alsaq ki, daha çox travmaya məruz qalan oynaqdır. Yəni, travmalara məruz qaldığı üçün daha çox zədələnməyə, bəzən köhnə travmaları unuduruq. Köhnədən alınan bir travmalarda bir neçə il sonra hətta belə deyək də oynaqlarda problem yarada bilər. Bu əzələ zəifliyi, məsəl üçün daha çox oturaq həyat tərzi, əzələ zəifliyi və s. kimi hallar da, yəni oynağın, belə deyək də, oynağımız əlbəttə tək qığırdaq səthindən ibarət deyil. Burada oynağı əhatə eləyən bir çox elementlər var. Bu, oynaq ətrafı sümüklərdir, əzələlərdir, möhkəm bağ aparatlarıdır, menisklərdir. Hansı ki, yəni bunlar topluluqda bir oynağımızı əhatə eləyir. Bunların hər hansı birinin zədələnməsi belə yenə də oynaq ağrılarına gətirib çıxarda bilər. Doktor, az öncə qeyd elədiniz ki, öncə aldığımız travmalarda özünü göstərir. Ya bunu mən insan tanıyıram ki, məsəl üçün deyir, mənim ayağımda yıxılmışam, zədə yaranıb, ondan ağrır. Yəni bu özünə diaqnoz qoyur, yəni onu gecikdirir. Onu necə ayırt eləmək olur? Belə bir şey ayırt etmək olurmu? Yəni bu ağrıların fərqi varmı yəni? Ümumiyyətlə belə deyək də, əgər ciddi bir travma varsa, mütləq həkim müayinəsindən keçmək lazımdır. Bəzən əzildi dediyimiz, keçdiyimiz travmalar daha ciddi, belə deyək də, daha ciddi xəstəliklərə gətirib çıxarda bilir. Oradakı bir zədələnmə vaxtında müalicə olunsaydı, yəni daha ciddi zədələnmələrə gətirib çıxartmazdı. Məsələn, bax, yeri gəlmişkən deyim, məsəl üçün, bəzən daha çox gənc nəsil arasında xırçıltılardan şikayət eləyirlər. Amma bu şikayət sadəcə olaraq ən çox nədə rastlaşır? Məsələn, kimsə anasını həkimə gətirəndə, kimsə nənəsini həkimə gətirəndə, sadəcə olaraq söz arası deyir ki, doktor, mənim də ayağım, yəni açıb bükdükdə əməlli başlı bir xırıltılar var. Amma həkimə getmir. Niyə? Çünki ağrısı yoxdur. Yəni, bu onu göstərir ki, burada erkən başlamış bir problem var. Bəli. Çünki bu xırçıldama oynağın hipermobilliyi deməkdir. Yəni, oynağı əhatə eləyən bağ aparatı zəifdir. Artıq xırıltılar başlayır. Belə deyək də, xırıltı başlama mərhələsində ağrı olmur. Çünki qığırdağımızın bir qan dövranı, sinir ucları yoxdur. Yəni, buna görə də, orada sinir ucu olmadığına görə artıq qığırdağın çox faizi yeyilib, onun altındakı sümüyə təmas etdikdə, artıq sümüyümüzdə sinir ucları olduğu üçün o halda ağrı başlayır. Yəni, bu artıq gecikmiş mərhələdir. Amma öncə, hələ ki, qığırdaq yeyilməmişdir, o xırçıltılar zamanı müalicə daha effektli olardı. Bir də indi müasir dövrdə oturaq həyat tərzi daha belə insanlarda aktualdır. Bu necə təsir eləyir, məsəl üçün, diz ağrılarına? Bəli, oynağın, necə yaradır bu belə problemi? deyək də, oturaq həyat tərzi dolayısı yolla təsir göstərir. Yəni, oturduq, nə baş verir? Əzələlər tonusdan düşür. Bizi ayaqda saxlayan, düzdür, sümük sistemimiz, bağ və tər hamısı, amma daha çox ayaqda saxlayan bir əzələ kütləmiz var. Məsələn, bu onurğanın deformasiyalarında da belədir. Onurğanı paravertebral olaraq saxlayan möhkəm bir əzələ kütləmiz var. Yəni, bu əzələlər zəiflədikdə, istər onurğada əyilmələr, deformasiyalar, uşaqlarımıza da aiddir bu, uzun müddət oturaq, pasiv həyat tərzi və eyni zamanda diz oynaqlarına da birbaşa təsir göstərir. Çünki oturduq, əzələlər tonusdan düşür və oynağı 50% yükünü üzərinə götürməli halda əzələ öz işini görə bilmir. Və buna görə də oynaq birbaşa daha da yüklənmiş olur. Bir də düzgün olmayan ayaqqabı seçimi. Bu bizim izləyicimizin sualıdır ki, düzgün olmayan ayaqqabı seçimində nə problem yaranır? Bir də ayaqda ortopedik problemi olan insanlarda. Bilirsiniz, yəni ümumiyyətlə düzgün olmayan, əksərən düzgün olmayan ayaqqabı seçimi çox nazik və hündür
ayaqqabılardır. Nazik dabanlı və hündür ayaqqabılar. Bu nə baş verir? Bu birbaşa bizim çanağımızdakı asimetriyanı yaradır. Yəni düzgün olmayan, belə deyək də, bu bizim adətən 95% hallarda günlük geyimimiz deyil. Yəni biz bunları hətta tez-tez bir toylardır, ad günüdür və yaxud da ki, nəsə bir tədbirlərdir, istifadə etdikdə istər-istəməz yeriş balansı pozulur və çanaqda asimetriya başlayır və oynaqlara düşən yük bərabər olmur. Əksər vaxt biz niyə görürük ki, oynaqlar içərdən yaxınlaşır. Medial deyirik biz buna, medialdan yaxınlaşır. Bu onu göstərir ki, aşağı ətraflara düşən yük bərabər deyil deyə oynaqlara bir tərəfli yüklənmə düşür. Ona görə də bəzi hallarda düzdür, ayağın özünün də quruluşuna baxmaq lazımdır. Bəzən yastı pəncəlik elə problemlər var ki, bir balaca ayaqqabı yerdən hündür olmalıdır, platforma şəklində. Ümumiyyətlə, ən düzgün ayaqqabı odur. Tamamilə yerdən yastı deyil, bir balaca platforma şəklində hündür olan ayaqqabılar daha düzgündür və daha rahatdır. Çox gözəl məlumatdır həqiqətən. Çünki bir çox yaşlı insanlar da ayaqqabı seçəndə lap yerdən seçirlər. Lap yerdən xeyr, düzgün deyil. O da yəni birbaşa, yəni düzgün olmayan paylaşmalar, xüsusilə də topuq içəri basırsa, yastı pəncəli varsa, yaşlı insanların əksər 70%-də mütləq müəyyən bir yaşdan sonra topuqlarda deformasiya, içə basma olur. Ona görə də bir balaca platforma şəklində olsa daha düzgün olar. Çox gözəl, doktor. Deməli, belə bir sual vermək istəyirəm ki, gündəlik həyatda bu diz ağrılarının qarşısını almaq üçün, yəni ağrılaşmaması üçün nələrə diqqət etməlidir? Ümumiyyətlə, belə deyək də, daha çox statistikaya baxsaq, qadınlar kişilərə nisbətən daha çox məruz qalır bu ağrılara. Əsas səbəbi də nədən ibarətdir? Bir, həm qadınlarda erkən menopauza, lap erkən olmasın, postmenopauza olsun. Menopauza dövründən sonra orqanizmdə hormonal dəyişiklik gedir ki, sümüyümüz üçün lazım olan hormonların miqdarı azalır. Yəni, bu baxımından qadınlar daha çox məruz qalır. Yəni, nə etmək lazımdır ki, bunu erkən qarşısını alaq? Bunun üçün, yəni, dünya statistikasında belədir, bunu mən demirəm. Hər 45-50 yaşında qadın mütləq müayinədən keçməlidir. Ən azı bir müayinə olunmalıdır ki, burada erkən başlamış bir artroz varmı? Qarşısı, çünki nə qədər erkən alınsa, o qədər daha rahat olur və o qədər irəliləmir, daha dərin patologiyalara yol açmır. Çünki diz oynağı zədələndirsə, bu təkcə dizdə qalmır. Eyni zamanda bir müddətdən sonra bu çanaq oynağında bel fəqərələrinin degenerasiyası, çünki əksər insanlarda dizdə ağrı varsa, mütləq ya öncə, ya sonrasında bel ağrılarından şikayət edir. Ona görə də bu ağrıların belə bir zəncirvari bir-biri ilə əlaqəli artmaması üçün vaxtında müayinə olunmaq lazımdır və orqanizm üçün lazım olan mineralları vaxtında qəbul etmək lazımdır. Çox gözəl. Xəstəlik haqqında danışdıq. Bir çox insanlar indi ekran qarşısında bizi izləyirlər, dəyərli izləyicilərimiz. Artıq öz problemləri insan daha aydın şəkildə bilir. Ən əsası müalicə üsuludur, bilirik ki, müalicə metodlarıdır. Ümumiyyətlə, diz ağrıları integrativ tibbdə necə aparılır? Ümumiyyətlə, nədir? Bizim bəzi izləyicilərimiz bu sualın cavabını da gözləyirlər. Çox düzgün buyurdunuz. Yəni, integrativ müalicə üsulu ilə müalicə, bax, burada biz monitorda da görürük. İntegrativ təbabəti müalicə üsulları ümumiyyətlə dünyanın ən inkişaf etmiş müalicə üsullarını özündə birləşdirilmiş bir müalicədir. Başda akademik tibb olmaqla bütün müalicə üsullarını, yəni burada istər fizioterapiya, burada istər bioloji tənzimləyici terapiya, refleksoterapiya, autogematerapiya, homosinyatriya və s. kimi müalicə üsullarını özündə birləşdirir. Yəni, burada ilk öncə nə etmək lazımdır? Ağrının səbəbini araşdırmaq lazımdır. Oynaq heç də özündən ağrıya bilməz. Mütləq ona tətikləyən, ona gətirib çıxardan bir amil olmalıdır. Bu, ola bilər birincili, ola bilər ikincili. Yəni, oynağın özündən qaynaqlanan və yaxud da digər problemlərdən qaynaqlanan, bayaq saydım, infeksiyon xəstəliklər, iltihabi xəstəliklər, bel fəqərələrindən qaynaqlanan digər problemlərdən səbəbi aydınlaşdırdıq. Burada əgər böyük sayı artrozun üzərinə düşərsə, belə deyək, unikal əlimizdə olan rahat müayinə üsulu rəqəmsal bir rentgendir ki,
Burada artrozun dərəcəsini təyin edirik, qığırdağın qalınlığını təyin edirik. Yəni burada subxondral skleroz və s. kimi hallar təyin edilir. Bir də əmələ gəlmə səbəblərindən biri osteoporozdur. Qısaca buna toxunum. Sümük sıxlığının azalması. Yəni bir çox xanımlarda da xüsusilə, əlbəttə bəylərdə də olur, amma bir çox hallarda sümük sıxlığının azalması ilə gedir. Yəni osteoporoz dediyimiz hal, bunun üçün densitometriya dediyimiz aparat var ki, sümüyün sıxlığını ölçərək biz ona uyğun müalicə taktikası monitorda da görürük. Həmin aparatı çox rahat bir müayinə üsuludur. Yəni bəzən yanlışla doktor məndə vitamin D yoxlatmışam, bu qədərdir. Xeyr, o yalnız qanda göstərilən dəyərdir. Sümüyümüzü ölçmək üçün yeganə aparat densitometriyadır. Əlbəttə qan təhlilləri, iltihabı proses varsa, orada bir iltihabı dəyəri təyin etmək üçün, sonra qaranlıq mikroskop dediyimiz müayinə metodu var ki, bu ekranda görsənən. Bəli, ekranda gördüyümüz qulaqdan bir damla qanla mikroskop altında müayinə üsuludur. Yəni bu bizim integrativ müalicə üsulunda bizim hardan başlamağımızın, orqanizm hardan bloklanıbdır, biz hardan başlayacağıq deyə bizə bir yol verir. Yəni burada belə deyək də, orqanizm zəncirvari bir-biri ilə bağlıdır. Dizim ağrıyır deyib yalnız dizimi müalicə etmək olmaz. Burada maddələr mübadiləsidir. Orqanizm metabolizma pozğunluğudur. Yanaşı şəkər xəstəliyidir. Bir çox hallarda biz bunu yanaşı görürük. Ürək-damar sistemi xəstəlikləridir, yəni damar xəstəlikləridir, limfostaz və s. kimi hallar toplu bəzən biz əksər vaxt bir yerdə görürük və əksər vaxt xroniki 3-cü, 4-cü dərəcədə olmuş xəstələri görürük. Buna görə də orqanizmə integrativ tip bunu deyir, orqanizmə vahid yanaş. Yalnız bir nahiyəni müalicə etsək, effekt almayacaq. O xəstənin dizini mən bir müddət rahat eləyə bilərəm. Amma yenə də dönüb yenə qayıdacaq ki, doktor, o ağrılar yenə qayıtdı. Və burada müalicə üsullarından bizim üçün belə deyək, ən yaxşı müalicə üsullarından biri oynaq üçün olan inyeksiyalarımızdır. Yəni bioloji, tənzimləyici, seçici olaraq preparatları oynağa yeritmək. Burada kollagen tərkibli var, qığırdağın bərpasına yönəlik bəli dərmanlar var. İltihab, ödem varsa ona yönəlik dərman var. Hətta yeni artıq istifadəsinə başladığımız vit orqan dediyimiz preparat var ki, yəni bu artıq tamamlayıcı təbabətdir, orqan preparatdır. Peptidlərin belə deyək də kök hücrə olan peptidlərin bir ampulda rahat istifadəsidir. Yəni seçici olaraq bu dərmanların ümumiyyətlə dünyada artıq sübut edib ki, oynaq üçün ən yaxşı müalicə oynaq daxilinə olan inyeksiyalardır. Və burada istər intraartikulyar və monitorda da görürük, oynaq daxili, oynaq ətrafı, bel fəqərələrinə vurulan paravertebral olaraq olunan iynələr, yəni nahiyəyə görə, problemə görə dərman preparatı dəyişə bilər. Doktor, bu sadaladığımız bu müalicə metodları, bu yaş fərqinə görə necə əsaslandırılır? Mütləq xəstə öncə dəyərləndirilməlidir. Onun yaşı, bəlkə xəstə gəlib bir travması var. Heç bir saydığım yanaşı xəstəliyi yoxdur. Bu zaman işimiz daha yüngül olur. Orada əlbəttə yaş qrupuna görə artıq daha bərpa edici kollagen tərkibli nə zədələnib, menisk zədələnibmi, qığırdaq zədələnibmi, ona uyğun mütləq yaşındır, xəstəliyindir. Xəstəliyin xronikləşməsinin böyük rolu var. Xəstəlik artıq neçə ildir başlayıb. Bəzən xəstədən soruşursan, neçə ildə ağrıyırsan, deyir 10 gündür. Öncəsinə gəldikdə 10 ilə gedir, çıxır. Yəni o 10 il ara-ara az-az ağrıdıqlarını nəzərə almır. Amma artıq bu o deməkdir ki, xəstə 10 ildə ağrıyır, sadəcə 10 gündə artıq gəzə bilmir. Ağrımaq ona deyir ki, artıq gəzə bilmirəm. Mütləq burada ciddi bir fəsad var. Buna görə də burada drenaj detoksikasiyanı deməsək olmaz. Yəni orqanizmin illərlə metabolitlərdən təmizlənməsi, bu yenə də qaraciyər, böyrəklər, limfa və s. yollarla orqanizmə bir drenaj verilir. Orqanizmin mühitinin tənzimlənməsi, yəni burada turş mühit var, qələvi mühit var. Və əlbəttə bizə düzdür saydıq bu müalicə metodların homosiniatriya, biopunktura, neyral terapiya seçici olaraq bir xəstəyə bunların hamısını tətbiq etmirik. Xəstəliyə görə, xəstəyə görə dəyişir. Və əlbəttə bir fizioterapevt kimi burada fizioterapiyanı vurğulamasam olmaz. Dayaq hərəkət sisteminin xəstəliklərində fizioterapiyanın rolu olduqca böyükdür.
xüsusilə müasir fizioterapiyanın Bəs bu rolu. necə tətbiq olunur və Bəli. hansı məqamda tətbiq Məqam, olunur? bəli. Burada bilirsiniz, məsələn, xəstə gəlir 3-cü, 4-cü dərəcədə olan bir artrozdur. Oynağı yoxlayırsan kontraktura, oynaq açılmır. Açılmır, bükülmür, öz funksiyasını yerinə yetirmir, yeriməyə çətinlik çəkir. Bu zaman mütləq oynağın kontrakturası açılmalıdır. Bunun üçün fizioterapiya özü əsas 2 qoldur: elektroterapiya və reabilitasiya. Elektroterapiya elektrik avadanlıqlarından, reabilitasiya isə əllə həyata keçirilən reabilitoloq tərəfindən bir proqramdır. Bu, yəni itirilmiş funksiyanın bərpası deməkdir. Kontrakturanın açılmasıdır, əzələ gücünün bərpasıdır, əzələ tonusunun azalması və artmasıdır. Yəni bunlar hamısı reabilitasiya ilə belə deyək də mümkündür. Xəstə baxırsan ki, doğrudan da diz ağrıyır, kontraktura var, artıq nə baş verib? Bel bükülüb. Qamətin düzgün saxlaya bilmir. Yəni əslində xəstənin dizi ağrıyır, amma yeriş pozulubdur deyə qamətin saxlaya bilmir. Burada mütləq reabilitasiyanın rolu böyükdür ki, xəstənin bel fəqərələrinin düzəlməsi, fəqərə ətraf əzəllərin güclənməsi, oynaq ətraf əzəllərin kontrakturaların açılması. Yəni belə deyək də, müalicə kompleks olanda, vəhdət şəklində olanda effekt daha tez olur. Buna görə də burada seçici olaraq xəstəliyə görə mütləq bir proqram, biz belə deyək də, öncə bir proqramı cızırıq, həmin proqramla müalicəni həyata keçiririk. Çox gözəl. Verilişimizin bu məqamında təşəkkür edirəm sizə, doktor. Buyurun. Doğrudan da çox maraqla dinlədim sizi. Mənə elə gəlir ki, bizim izləyicilərimiz də maraqla dinlədilər və bir elanı nəzərinizə çatdırmaq istəyirəm ki, bizim dəyərli doktorumuz hər həftənin 3-cü günləri Göyçay Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində qəbullar həyata keçirir. Bizim peşəkar, həkim, fizioterapevt Nuriyə Əlibəyli. Qeydiyyata yazıla bilərsiniz. Ekranda bizim doktorumuzun və klinikanın nömrələri qeyd olunub. Həmişə sağlam olmaq mütləqdir. Vaxtımız varsa mənim doktoruma suallarım çoxdur, qeyd eləmişəm burada və 30 saniyə vaxtımız var. Doktor, yenidən sizə minnətdarlığımı bildirirəm. Biz yenidən görüşəcəyik. Çünki həm izləyicilərin mənə ünvanladığı, mütləq demişlər, doktora ünvanlayarsınız bu sualları. Vaxtımız az olduğuna görə üzürlü hesab etsinlər. Biz yenidən görüşəcəyik. Özünüzə yaxşı baxın. Hər zaman sağlam olun. Bir daha minnətdaram. Görüşərik. Təşəkkür edirəm. Minnətdaram.